Хорошо, давайте начнем. Gəlin başlayaq. Затянем наши пояса. Qayışlarımızı çəkək möhkəmlədə, kəmərlərimizi. На WhatsApp есть, это умножаешь на двойку. Чтобы быстро, да, послушать? Мы не на двойку, мы на 1.5. Чтобы успеть. Biraz cəldliyik də, WhatsApp-da belə bir şey var. Справишься ты? Ha. Давайте помолимся сначала. Gəlin birinci dua eləyək. Господь, благослови сейчас это слово. Ya Rəbb, bu sözə xeyir dua ver. Благослови, Господи, сначала меня, потому что Ты это мне говоришь, Господи. Ya Rəbb, əvvəlcə mənə xeyir dua ver, çünki sən bu sözü mənə deyirsən. Господи, просто разговаривай с нами. Bizimlə danış, ya Rəbb. Все то, что не нужно, убери. Lazım olmayan şeyləri götür. Исправь, Господи, Düzəlt bizi. наши кривизны, Господи. Bizim əyriliklərimizi düzəlt. Если они есть, Господи. Əgər bizdə bu Да, əyriliklər если varsa, нужно, обличи нас, Господи. əgər lazımdırsa bizi ifşa elə, ya Rəbb. Во имя Иисуса Христа. İsa Məsihin adıyla. Аминь. Amin. Прежде чем я начну, я задам еще один такой вопрос. Başlamamışdan qabaq bir dənə də sual verəcəm. Вот Лот. Знаете вы Лота? Lut'u tanıyırsınız da. Когда вы слышите имя Лот, Lut adı eşidəndə какие ассоциации у вас возникают? sizin nəyi Что gözünüzün первое qabağına приходит gəlir? вам на ум? Ağlınıza gələn ilk şey nə olur? Arxaya Подожди, bax. я не успеваю. Подожди, смотри назад. Архая Бахма. Arxaya baxma. Ага, хорошо. И что еще? Содом и Гоморра. Дальше. Что еще приходит на ум? Праведный. Salih. Праведник. Мне приходили, например, на ум его дочеря. Вот это нехорошая история. Mənim ağlıma onun qızlarını alınan. Да. Но как он запомнился на небесах? Amma o göylərdə necə yadda qalıb? Он на небесах, кстати? O göylərdə də Да? Откуда мы знаем? hardan bilirik? А там нет его имени. İbraniler 11. Все-таки. Orada yazılır ki vesaire o birisiler de. Хорошо, второе послание Петра, 2 глава, 8 стих. Peter'in ikinci mektubu 2:8. Ибо сей праведник, имеется в виду Лот, ибо сей праведник, живя между ними, ежедневно мучился в праведной душе, видя и слыша дела беззаконные. Çünkü onların arasında yaşayan bu salih insan günbegün onların kanunsuz əməllərini görüp eşidip öz salih ruhunda istirab çekirdi. Да. Это означает, что Лот был оправдан. Bu o demekdir ki Lut bərayət kazandı. Да, что однажды мы увидим его на небесах. Bir dəfə biz onu göylərdə görəcəyik. Да, его жизнь, она такая, духовная жизнь, не была такая победоносной. Bəli, onun ruhani həyatı belə də qalib həyat değildi. Но я уверен, что мы очень много можем научиться из его жизни. Amma mən əminəm ki biz onun həyatından çox şey öyrənə bilərik. Я максимум, как мог, сократил свой материал, чтобы просто успеть сегодня с вами Mən öz поделиться. materialımı çox qısaltdım ki sizinlə çatdırım bunu bölüşmək üçün. Да. Мы знаем, что Лот, он знал истинного Бога. Biz bilirik ki Lut həqiqi Allahı tanıyırdı. Бога Яхве, Бога Авраама. Он знал. İbrahimin Allahını, Yahve Allahı. Он был с самого начала со своим дядей. O lap başlanğıcdan öz əmisi ilə bir yerdəydi. Да, он вместе со своим дядей вышел из Ура Халдейского. Və o Ur şəhərindən çıxdı. Да, и долго pутешествовал вместе со своим дядей. Və uzun bir yol səyahətə çıxdı öz əmisi ilə. Он вместе со своим дядей строил жертвенники. Və qurbangah tikdi. Да, он вместе со своим дядей строил жертвенники. Öz dayısı ilə birlikdə qurbangah tikdi. Да, Qurbangahlar. Он слышал все благословения, которые Бог говорил Аврааму. Və İbrahimə deyilən bütün xeyir duaları eşidirdi. Да, он переживал Allah'ın эти dediği. Və благословения. həmən bu xeyir duaları yaşayırdı o. Да, он страдал, когда страдал Авраам. İbrahim əzab çəkəndə o da əzab çəkirdi. Да, он был всегда рядом с ним. O hər zaman onun yanındaydı. Да. Давайте откроем книгу Бытия, Yaradılış kitabını açaq. 12 глава, с 1 по 4 стихи. 12-ci fəsil 1-dən 4-ə kimi. «И сказал Господь Аврааму, пойди из земли твоей, от родства твоего и из дома отца твоего, в землю, которую я укажу тебе. И я произведу от тебя великий народ, и благословлю тебя, и возвеличат имя твое, и будешь ты в благословении.
Я благословлю благословляющих тебя и злословящих тебя прокляну. И благословятся в тебе все племена земные. И пошел Авраам, как сказал ему Господь, и с ним пошел Лот. Авраам был 75 лет, когда вышел из Харана. Deməli, Rəbb İbrama dedi, öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq. İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Harandan çıxdığı vaxt İbram 75 yaşında idi. Итак, знаете, друзья, я люблю биографии. Bilirsiniz dostlar, mən biografiyanı xoşlayıram. Я люблю исследовать жизни героев веры. Mən iman qəhrəmanlarının həyatlarını araşdırmağı sevirəm. И вот сегодня мы сделаем путешествие по жизни Лота. Və biz bugün Lutun həyatına səyahət edəcəyik. Многие вещи я буду отпускать, Çox şeyləri mən buraxacağam. потому что иначе мы не успеем сегодня просто. Çünki biz belə getsə çatmarıq. И я доверяю вам, я знаю, что вы знаете историю Лота. Və mən sizə etibar edirəm, bilirəm ki, siz Lutun əhvalatını bilirsiniz. Да, но мы будем касаться ключевых моментов в его жизни. Biz onun Хорошо. həyatında əsas şeylərə toxunacağıq. Итак, Лот, он переживал те же самые благословения, которые Бог давал Аврааму. Lut İbrahimə Tanrının verdiyi xeyir-duaları onunla birgə yaşayırdı. Но в какой-то момент, не знаем почему, но мир начинал медленно проникать в его сердце. Hansısa bir vaxtda biz bilmirik nəyə görəsə, bu dünya onun ürəyinə ürəyinə girməyə başladı. Да. Лот начинает медленно прогибаться под этот мир, как в песне, да, Макаревича. Lut həmin bu dünyanın deməli əyilməyə başladı Da. dünyanın altında. Это происходит очень медленно. Çox asta başladı. И причина, почему я это говорю, просто поисследуем наши сердца. Çünki səbəbi öz ürəklərimizi araşdırmaqdan görürük. Да. И до этого мы сказали, помните, 1 Иоанна, 2 глава, 15 стих. Не любите мира и того, что в мире. Biz əvvəl Yahya'nın 1-ci məktubunda deyildiyi kimi bu dünyanı sevməyin və bu dünyadakı şeyləri sevməyin. Да. Кто любит мир, в том нет любви отчей. Kim ki dünyanı sevir, onda atanın məhəbbəti yoxdur. Как же мир начинал проникать в жизнь Лота? Lutun həyatına necə dünya girməyə başlamışdı? Знаете, не все черное или белое. Bilirsiniz, hər şey ağ və ya qara deyil. Есть очень много серых зон, в которые мы попадаем. Çoxlu boz sahələr də var ki, biz ora düşürük. Ну, например, Məsələn, искать более лучшую работу, разве это грех? məyər daha yaxşı iş axtarmaq günahdır? Быть успешным – это грех? Məyər uğurlu olmaq günahdır? Или одеваться по последнему списку моды – это грех разве? Və yaxud da bu son dəbə uyğun geyinmək günahdırmı? Или любить развлечения? Və yaxud əyləncələri sevmək. Что тут греховного? Burada günahlı nə var ki? Но куда ведут наши желания? Amma bizim istəklərimiz bizi hara aparır? И мы знаем, что Лот, он жил в шатрах, правильно? Biz bilirik ki, Lut çadırlarda yaşayırdı. Казалось бы, ну что он мог там любить? Belə görsənir ki, axı o orada nə sevə bilər? У него не было там аккаунтов в соцсетях. Orada sosiallər Правильно. yoxdur. O interneti yox idi. Он не одевался в Dolce Gabbana. O bu Dolce Gabbana şirkətinə məxsus paltarlar geyinmirdi. Живет в шатрах, как бедуин, кочевник. O deməli dərviş kimi yaşayırdı. Кочевник. Çadırlarda. Tərəkəmə? Tərəkəmə kimi. Да, düz dedim. Живет как кочевник. Tərəkəmə kimi yaşayırdı, Да, köçəri. вместе со своей дядей. Öz əmisi ilə birlikdə. Но мы видим, что у него постепенно начинает происходить разногласие с дядей. Biz görürük ki, tədricən o əmisi ilə sözü düz gəlmir. Да, давайте посмотрим. Gəlin baxaq. 13 глава с 5 по 7 стихи.
13-cü fəsil 5-dən 7'ye kadar. 7-yə qədər. И у Лота, который ходил с Авраамом, также был мелкий и крупный скот, и шатры. И непоместительна была земля для них, чтобы жить вместе, ибо имущество их было так велико, что они не могли жить вместе. И был спор между пастухами скота Авраамова и между пастухами скота Лотова. И Хананеи и Ферезеи жили тогда в той земле. İbramla birlikdə olan Lutun da qoyun keçisi, mal qarası və çadırları var idi. Birlikdə yaşamaq üçün yer onlara darlıq edirdi. Çünki onların malı çox idi və birgə qala bilməzdilər. İbramın sürülərinin çobanları ilə Lutun sürülərinin çobanları arasında mübahisə düşdü. O vaxt bu torpaqda Kənanlılar və Perizlilər yaşayırdı. Итак, мы видим, что у них было очень много скота. Господь благословил их. Və biz görürük ki, onların çoxlu mal qarası var idi. Da, Və Tanrı onlara xeyir-dua vermişdi. Да, хотя они жили вместе, но хозяйство их было разделено. Onlar bir yerdə yaşamasına baxmayaraq, onların təsərrüfatları ayrı idi. Да, и мы видим, что они были скотоводами, пастухами. Onlar heyvandarlıqla məşğul idilər, çoban idilər. А скотоводство всегда связано с чем? Ну, с пастбищами, с источниками вод, правильно? Heyvandarlıq nə ilə bağlıdır? Həmişə o su mənbələri olmalıdır orada və otlaq sahələri. Да, и разногласие происходит между Лотом и Авраамом снизу. Söz-söhbət İbramla deməli Lutun arasındakı söz-söhbət aşağıdan başlayır. То есть разногласие на уровне пастухов. Yəni çobanların arasında birinci yola И gəlmirlər. доходит до того, что Авраам сам уже предлагает Лоту: отделись от меня. Söhbət o yerə gəlib çıxır ki, İbram özü təklif eləyir Luta ki, gəl ayrılaq. Да, Авраам проявляет благородство. Və o xeyirxahlıq göstərir Да, он İbram. говорит: Лот, выбери первым ты. O Luta deyir ki, Lot birinci sən seç. 9 стих. Не вся ли земля пред тобою? Отделись же от меня. Если ты налево, то я направо. А если ты направо, то я налево. 9-cu bəndə deyir ki, bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm. Sən sağa getsən, mən sola gedəcəyəm. Знаете, это на что похоже? То, что... Bilirsiniz nə yaxşıyır bu? Представьте себе, что у вас день рождения, ваш день рождения, Siz təsəvvür edin ki, sizin ad gününüzdür и у вас большой, огромный торт. və sizin böyük bir tortunuz var Он разделен на части. və hissələrə bölünüb. И ты говоришь гостю: возьми кусок торта. Siz qonağa təklif edirsiniz ki, bir tortdan bir hissə götür. А он берет самый большой центральный торт, кусок, который с единственной вишенкой. Və o da götürüb düz ortadakı o əsas yumru yeri, kəsilmiş yeri, bir dənə yeganə o vişnəsi olan Да, onu götürür özünə. можно сказать, ну какой наглый какой-то гость, да? Bu demək olar ki, bu qonağa bax, bu nətər adamdır, bu götürür özünə bu yaxşı yeri. Лот примерно поступил то же самое. Bax, Так же. Lut da əslində belə hərəkət elədi. Да. Он не сказал Аврааму, O demədi ki, своему дяде: İbrahimə demədi ki, öz əmisinə. ты что, дядя, все то, что мое, это твое. O demədi ki, ay əmi, mənim nəyim varsa hamısı sənindir. Да. Все то, что я имею, это благодаря тебе, благодаря, потому что ты заключил завет с Богом. Mənim nəyim varsa hamısı sənə görədir. Ona görə ki, axı sən Tanrı ilə əhd bağlamısan. Я отдаю всех своих пастухов, своих коз, овец тебе. Mən elə öz keçi qoyunumu, çobanlarımı da sənə verirəm. Нет, он этого не сказал. Demədi belə. Он не сказал даже: дядя, ну хорошо, я с тобой согласен, но давай лучше первым ты выбери, а остаток потом я. O heç bundan əlavə də o heç demədi ki, ay əmi, yaxşı, səninlə razıyam, ayrılaq, amma gəl birinci sən seç, sonra yerdə qalanı mən seçərəm. Знаете, как он поступил? Birisi o necə hərəkət elədi? 13 глава с 10 по 12 стихи. Ondan 12-ci bəndə kimi 13-cü fəsil. Видите, мы идем по биографии, да, его сейчас. Biz onun bioqrafiyasından gedirik. Лот возвел очи свои и увидел всю окрестность Иорданскую, что она прежде, нежели истребил Господь Содом и Гоморру. Вся до сигора орошалась водою, как сад Господень, как земля египетская. И избрал себе Лот всю окрестность Иорданскую, и двинулся Лот к востоку. И отделились они друг от друга. Авраам стал жить на земле ханаанской,
а Лот стал жить в городах окрестностей и раскинул шатры до Содома. Lut başını qaldırıb Yordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə suara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homoranı məhv etməmişdi. Lut özünə Yordan çayının kənarındakı düzənliyi seçdi. O şərqə tərəf hərəkət etdi. Beləcə onlar bir-birindən ayrıldı. İbram Kənan torpağında qaldı, Lut isə düzənlikdəki şəhərlərdə yaşamağa başladı və Sodoma qədər öz çadırlarını qurdu. Помните, в самом начале я сказал, что Лот был праведником. Вы сказали, что Лот был праведником. Yəni, lap başlanğıcda siz dediniz ki, Lut salih idi. Просто держите это в уме. Он праведник. Yəni, Хорошо? bunu ağlınızda saxlayın ki, Мы сейчас разговариваем о праведнике. Biz indi salih adamdan danışırıq. Посмотрите еще раз на 10 стих. 10-cu bəndə bir də baxın. Лот возвел очи. Lut başını qaldırıb gözlərini açıb baxdı. Вам это что-то напоминает? Bu sizə nəyisə xatırladı. Меня сразу это зацепило. Bu məni o dəqiqəsində tutdu. Кому приходят какие идеи? Kimin ağlına nə gəlir? Лот возвел очи. Gözlərini qaldırıb baxdı. Да, Тимур Малим? Кто еще возвел очи? Kim deməli öz gözlərini kim qaldırdı? Kim bunu etmişti ondan qabaq? Bəli. Həvva. Yes. Ева. Həvva eləmişdi. Правильно? Ева увидела плод, что он привлекательный. Həvva gözünü açıb baxıb gördü ki, meyvə gözə gəlimlidir. Ева увидела, что в этом плоде есть потенциал. Həvva gördü ki, bu meyvədə potensial var. И она взяла этот плод. Və o meyvəni götürdü. Лот посмотрел на эти земли иорданские. Lut da həmən bu Yordan torpaqlarına baxdı. Здесь написано, что он посмотрел и увидел, как эти земли, как сад Господень. Və o baxdı, gördü ki, bu torpaqlar Rəbbin bağı kimidir. Так он видит это. Bütün bunları belə görür. Там трава высокая, Orada hündür otlar var, там много воды, çoxlu su var, там есть потенциал. orada potensial var. Почему бы мне не ухватить этот жирный кусок? Bu yağlı tikəni niyə özümə götürməyim ki? И еще один момент, внимание, запомните, просто это нам понадобится сейчас. Еще одно выражение, смотрите, 12 стих. 12-ci bənddə bir dənə də ifadə var orada. И раскинул шатры до Содома. Və öz çadırlarını Sodoma qədər qurdu. Вот давайте застолбим это. Gəlin, Раскинул шатры до Содома. gəlin bunu yadımıza həkk eləyək ki, Хорошо. öz çadırlarını Sodoma qədər qurdu. Что дальше происходит? Как события дальше развиваются? Hadisələr sonra necə cərəyan edir? А дальше происходит война. Sonra müharibə başlayır. Оказывается, Лот не учел, что у каждого города есть свои проблемы. Lut onu başa düşməmişdi ki, hər bir şəhərin öz problemi var. Оказывается, Содом враждовал с другими городами. Demə gör, bu Sodom şəhəri başqa şəhərlərlə düşmənçilik eləyirdi. И происходит война, и Содом проигрывает эту войну. Və müharibələr baş verir və Sodom uduzur bu müharibələri. И Лота с его семьей, его имущество забирает в плен. Və Lutu deməli əsir götürürlər ailəsinə, əmlakı ilə bir yerdə. 14 глава, 12 стих. 14-cü fəsil 12-ci bənd. И взяли Лота, племянника Аврамова, жившего в Содоме, и имущество его, и ушли. Deməli 14-12. 12 14-12. Üzr istəyirəm. 14 12. İbramın qardaşı oğlu Lutu və onun əmlakını özləri ilə apardılar, çünki o da Sodomda yaşayırdı. Что вы поймали из этого стиха? Bu bənddən siz nə götürdünüz? Просто вот вспомните то, что до этого сказал, давайте запомним. Gəlin əvvəl dediklərimizi bir də xatırlayaq, yadda saxlayaq. Что я сказал до этого, запомните. Bundan qabaq nə demişdim? Он раскинул шатры до Содома. Sodoma qədər Правильно?
çadırlarını qurmuşdu. Здесь что в этом стихе? Bu bənddə nə deyir? Он живет в Содоме. Artıq Sodomda yaşayır. Правильно, как на азербайджанском? Yəni Çünkü o da Sodom'da yaşayırdı. yaşayırdı. Sodom'a kadar yok. Sodom'da yaşayır. Sodomda. Вы видите, как прогрессирует? Yəni görürsünüz nətər inkişaf edir, cərəyan eləyir. Давайте сейчас, когда мы разговариваем о Лоте, поставим себя на это место. Bax, indi Lut haqqında danışanda özümüzü Lutun yerinə qoyaq. То есть мы не просто сейчас разговариваем о Лоте. Və biz indi sadəcə olaraq Lutdan danışmırıq. Итак, Лот в плену. Lut indi əsirlikdədir. Что дальше происходит? Nə baş verir? А дальше Авраам, его дядя, Sonra onun əmisi İbrahim пожилой мужчина, может быть, ему 80-85 лет уже. 80-85 yaşında yaşlı kişidir. Он собирает отряд Ordu yığır, и решает освободить своего племянника. öz qardaşı oğlunu azad eləməyi qərarına gəlir. Он не сказал, ну, отделился, ушел в Содом, ну и O demir ki, ладно с ним. ayrıldı, getdi, yaxşı, özü bilər. Нет. Он хочет спасти своего племянника. O öz qardaşı oğlunu xilas eləmək И istəyir бросает свою жизнь на риск. və öz həyatını riskə atır. И благодаря Господу он одерживает победу и спасает Лота. Rəbbə minnətdarlıq olaraq Rəbb onu deməli qurtarır, Lutu xilas eləyə bilər. А знаете, что происходит потом, когда он спас Лота? Sonra birisi nə baş verir Lutu? Что происходит с Лотом? Yəni nə baş verdi bu Lutla? Я знаю, что вы знаете. Просто скажите. Mən bilirəm, siz bilirsiniz. Nə baş verdi Lutla? Он вместе с Авраамом? Yəni İbrahimin yanına qayıtdı, Abramın yanına qayıtdı. Нет. Yox, qayıtmadı. А где он? Hardadır? Он опять в Содоме. O yenə Sodoma qayıtdı. У него был шанс. Onda şans var idi. Дядя, извини, не получилось. O deyə bilərdi ki, əmi bağışla, alınmadı məndən. Я возвращаюсь. Mən qayıdıram sənin yanına. Но мы видим, что мир уже пустил глубокие корни в его сердце. Biz görürük ki, dünya öz dərin köklərini onun ürəyində artıq salıb, kök salıb. Да. И знаете, Бог допустил, чтобы эта война произошла. Və siz bilirsiniz, Tanrı icazə verdi ki, bu müharibə baş versin. Бог допустил, чтобы Лота забрали в плен. Və Tanrı icazə verdi ki, Lutu əsir götürsünlər. Bог спасает Лота через Авраама. Tanrı Lutu İbrahim vasitəsilə xilas eləyir. Но во второй раз Amma ikinci dəfə Бог сам будет наказывать Содом. artıq Tanrı özü Sodomu cəzalandıracaq. И вы знаете, как он наказывал Və siz Содом. bilirsiniz ki, o necə cəzalandırır. И Авраам ходатайствует снова за своего племянника. İbrahim yenə də öz qardaşı oğlu üçün vəsatət edir. И мы не будем сейчас открывать этот отрывок. Və indi biz bu hissəni açıb oxumayacağıq. Авраам буквально торгуется с Богом, чтобы Лот не погиб. İbrahim sanki Tanrı ilə alver eləyir ki, onu yəni Lut ölməsin, Lutun canını qurtarmaq Он üçün. сначала говорит, а если там 50 праведников, разве ты погубишь всех? Помните, да? Əgər orada 50 nəfər salih olsa, sən öldürəcəksən. Почему Авраам так говорит? Niyə görə İbrahim bunu deyir? Потому что Авраам не уверен, что у Лота там ученики. Çünki İbrahim əmin deyil ki, Lutun orada şagirdləri var. Авраам не уверен, что кроме Лота там еще кто-то есть. İbrahimın əminliyi yoxdur ki, orada Lutdan başqa bir imanlı, salih adam var. Да. Авраам не был уверен в жизни, в dуховной жизни Лота. İbrahim Lutun ruhani həyatından əmin deyildi. Давайте откроем 19 глава, 1 стих. Gəlin 19-cu fəsil 1-ci bəndi açaq. Итак, Бог решает наказать Содом. Deməli, Tanrı qərara alır ki, Sodomu məhv eləyəcək, cəza verəcək. И Бог отправляет для этого 2 ангелов, чтобы спасти Лота. Lutu xilas eləmək üçün 2 mələyi göndərir Sodoma. И пришли те 2 ангела в Содом вечером. Və 2 mələk axşam gəldi. Axşam 2 mələk Sodoma gəldi. Когда Лот сидел у ворот Содома, Лот увидел и встал, чтобы встретить их, и поклонился лицом до земли. Lut şəhərin darvazası yanında oturmuşdu. O mələkləri gördü, qalxıb onları qarşıladı və yerə qədər əyilib dedi. Хорошо, первый кирпичик мы сказали, что до Содома, правильно? Birinci nə dedik? Sodoma qədər. Он раскинул шатры до Содома. Çadırlarını qurmuşdu Sodoma qədər. Второй кирпичик, что мы сказали? Sonra ikinci nə Он в dedik? Содоме. O artıq Sodomdadır. Теперь внимание, третий кирпичик. İndi üçüncü kərpic. Здесь написано в этом стихе, что он сидел у ворот Orada deyir ki, Lut şəhər qapısında oturmuşdu. Содома.
Sodomun şəhər qapısında. Знаете, что это означает? Bilirsiniz bu nə deməkdir? Кто сидел у ворот городов в древнем мире? Qədim dünyada şəhərlərin qapılarında kimlər otururdu? Старейшины. Ağsaqqallar. Там сидели судьи этого города. O şəhərin hakimləri otururdu orada. Там сидела знать этого города. Tanınmış adamlar otururdu Хорошо? şəhərdə. Например, Иов сидел у ворот города. Məsəl üçün Əyyub şəhərin qapılarında otururdu o vaxt. Ваос, чтобы выкупить Руфь, он пришел к воротам города. Boaz gəlib Rutu satın almaq üçün şəhərin darvazalarının önünə gəlmişdi. И теперь Лот, он сидит у ворот города. İndi Lut şəhərin darvazalarının qabağındadır. Он добился уже какого-то успеха. Artıq o hansısa bir nailiyyət əldə edir. Он поднимается уже по карьерной лестнице. O artıq karyerasında qalxır. Может быть, даже люди говорили, ну, он говорил, это мой дядя спас этот город. Və ola bilər ki, o adamlara deyir ki, bax, mənim əmim bu şəhəri qurtardı. Да, и он был уже знатным человеком. Artıq hörmətli bir adam idi. Но вдруг приходит ангел и предупреждает, что будет суд. Və birdən mələk gəlir və onları deməli xəbərdarlıq edir ki, məhkəmə olacaq. Он думает, что он уже свой в этом городе. Və o deyir ki, Он уже свой в этом городе. o bu şəhərdə özününkidir. Да, и теперь смотрите, народ, он поднимается и решает сделать насилие над гостями Лота. Və xalq deməli qalxır, Приходит к его дому. Lutun evinin qabağına gəlir və orada artıq hücum eləmək istəyirlər. Да, и как он обращается к ним? Və Lut onlara necə müraciət eləyir? 19 глава, 7 стих. 19:7. Он говорит, братья мои, не делайте зла. O deyir, qardaşlarım, pislik etməyin. Он уже называет их братьями, братья мои. O artıq o adamları qardaş adlandırır. Да. Но как только он это сказал, его сразу посадили на место. O bu sözü deyən kimi onun yerinə oturtdular. 19 главе 19 стихе говорят, они сказали ему, пойди сюда. 19. bənddə onlar 19. Они говорят ему, gel bura. Onlar dedilər, geri çəkil, bu adam burada qəribdir. И сказали, вот пришелец и хочет судить. Kişilər qışqırıb dedilər, geri çəkil, bu adam burada qəribdir. Теперь мы уже хуже поступим с тобой, нежели с ними. И очень приступали к человеку сему, к Лоту, и подошли, чтобы выломать дверь. Deyir ki, bu adam qəribdir, ancaq ağalıq edir. İndi səninlə onlardan da pis rəftar edəcək. Onlar Luta hücum edib qapını qırmaq üçün yaxınlaşdılar. Он думал, что он уже свой в этом мире. O fikirləşir, Lut fikirləşirdi ki, o burada özününkidir artıq. Знаете, я видел интервью Муслима Магомаева. Mən Müslim Maqamayevin deməli intervyusuna baxdım. Он говорил, человек может переехать в другую страну. O deyir ki, insan başqa bir ölkəyə köçə bilər. Построить успешную жизнь. Çox gözəl həyat qura bilər. Да, и он будет думать, выучить язык этого народа. O xalqın dilini öyrənər. Да, и думать, что вот теперь я уже свой. Və fikirləşər ki, bax mən artıq özününkiyəm. Но только однажды лишь, если просто человеку намекнуть, что он чужой, что он пришелец. Əgər bir dəfə o adama desələr ki, sən gəlməsən və sən ona desələr belə bir söz. То весь его мир разрушается. Və onun bütün dünyası dağılır. Да, знаете, мы как верующие, мы думаем, что мы в мире в этом найдем покой. Bilirsiniz, biz bir imanlı kimi fikirləşirik ki, biz bu dünyada sakitlik tapacağıq. Но на самом деле это не так. Мы никогда не будем своими в этом мире. Əslində heç vaxt belə olmayacaq. Biz heç vaxt bu dünyada özününki olmayacaq. Да, и давайте просто не играться, думать, что я просто зайду на эту территорию и выйду. Ona görə də oynamaq lazım deyil. Fikirləşməyin ki, bax mən indi bir balaca buraya girərəm və sonra çıxaram. Дьявол пришел в этот мир, чтобы украсть, убить и погубить. İblis gəlib ki, oğurlasın, öldürsün, məhv etsin. И мы, как верующие, для него большая мишень. Və biz bir imanlı kimi onun üçün hədəfik. И мы никогда не сможем понравиться этому миру.
Və biz heç vaxt bu dünyanın xoşuna gəlməyəcəyik. Вообще-то сможем понравиться, знаете? Əslində gələ bilərik. Знаете, как мы сможем понравиться? Bilirsiniz necə gələ bilərik dünyanın xoşuna? Если мы будем просто молчать. Biz sadəcə sussaq Да, если мы не будем говорить о Христе. və biz Məsihdən danışmasaq. Этот мир говорит, оставь Христа в себе. Bu dünya deyir, Məsihi özün üçün saxla. Оставь свои ценности при себе. Öz dəyərlərini özün üçün saxla. Как это делал Лот. Lut belə eləyirdi. Да, если мы будем молчать в тряпку, вот так и будет. Əgər biz əlimizi əski ilə tutsaq, Но это тоже ложно. ağzımızı və Это тоже обман. bu da yalandır. Вот это до поры до времени будет так. Bir vaxta qədər belə olacaq. Потому что есть духовная война. Çünki ruhani döyüş var. Делился ли Лот своей верой там, в Содоме? Lut öz imanı ilə Sodomda bölüşürdümü? Yok? Не знаю. Но Bilmirik. я хочу обратить ваше внимание еще на один стих. Bir bəndə də sizin diqqətinizi cəlb etmək istəyirəm. Итак, опасность приближается. Лот знает, что идет суд Божий. Təhlükə yaxınlaşır. Lut başa düşür ki, Allahın məhkəməsi yaxınlaşır. И он уговаривает свою семью выйти из этого города. O öz ailəsini razı salmağa çalışır ki, bu şəhərdən çıxsınlar. Выйти из этого зоны комфорта. Bu rahatlıq zonasından çıxmağa. 19 глава, 14 стих. 19-cu fəsil 14-cü bənd. И вышел Лот и говорил с зятьями своими, которые брали за себя дочерей его, и сказал: «Встаньте, выйдите из сего места, ибо Господь истребит сей город». Но зятьям его показалось, что он шутит. Lut gedib qızlarını almaq istəyən kürəkənlərinə dedi: "Qalxıb bu yerdən çıxın, çünki Rəbb şəhəri məhv edəcək." Ancaq kürəkənləri güman etdilər ki, o zarafat edir. А теперь вопрос. İndi belə bir sual. Почему зятья думали, что их тесть шутит? Niyə görə bu kürəkənləri fikirləşirdi ki, onların qaynataları zarafat eləyir? Да. Почему, как вы думаете? Necə fikirləşirsiniz? Разве это шутка? Bəyən bu zarafatdır? Да. Егана Хан говорит, потому что он никогда об этом не говорил. Yeganə xanım deyir ki, yəqin bu Lot heç vaxt kürəkənlərinə danışmayıb, başa salmayıb. Потому что слова Лота не имели уже больше веса. Çünki Lutun sözləri artıq çəkisi yox idi o sözlərin. Несмотря на то, что он уже на какой-то должности, может быть, старейшин этого города, sидит у ворот города. Ola bilər ki, o şəhərin ağsaqqalıdır, qapıda oturub, darvazada oturub. Но его уже посадили на место, сказали: ты пришелец, Amma onu artıq yerində oturtdular. Ona dedilər, sən gəlməsən. садись на месте. Öz yerində otur. Зятья говорят: ты шутишь. Kürəkənləri deyir, zarafat edirsən. Мы видим просто крах. Какой крах происходит этого половинчатого сердца? Biz bu yarımçıq ürəyin dağılmasını görürük. Это то, что происходит в этом мире и сегодня, Və bu dünyada bugün də bu şey baş verir. когда мы любим этот мир Biz bu dünyanı sevən и vaxtda ищем того, что в этом мире. və bu dünyadakı şeyləri axtarmağa çalışanda Итак, мы отделены от этого мира. biz bu dünyadan ayrılmışıq. Мы не живем ценностями этого мира. Biz bu dünyanın dəyərləri ilə yaşamırıq. И мы благовествуем этому миру, что идет суд Божий. Və biz bu dünyaya Allahın məhkəməsinin gəlməsi barədə xoş xəbər deyirik. И также мы благовествуем этому миру, что есть благая весть. Bu dünyaya biz xoş xəbərin olmasını müjdələyirik. И вот я завершаю уже. Və bitirirəm indi. Давайте жить так в этом мире, Gəlin bu dünyada elə yaşayaq ki, чтобы наши дела, они соответствовали нашим словам. bizim əməllərimiz sözlərimizə uyğun gəlsin. Чтобы когда мы говорили Слово Божие, Biz Allahın kəlamını danışanda чтобы люди не думали, что мы шутим. insanlar deməsin ki, zarafat eləyirsən. Бог серьезен. Tanrı ciddidir. Да, Бог является любовью. Bəli, Allah məhəbbətdir. Bог любит. Bəli, Allah sevir. Но из этого Содома спаслись только семья Лота. Amma bu Sodom şəhərindən yalnız Lutun ailəsi xilas oldu. Знаете, Бог наказал потом этот город. Bilirsiniz, sonra Allah bu şəhəri cəzalandırdı. Вы знаете, разрушили, правильно? Məhv oldu, dağıldı. Что дальше произошло? Sonra nə baş С verdi? Лотом. Lutla nə baş verdi? Он вернулся к Аврааму. İbrahimin yanına qayıtdı. Казалось бы, ну, Лот, давай к Аврааму, возвращайся. Adam fikirləşər ki, ay Lut da qayıt da İbrahimin yanına.
но мы находим его в пещере вместе с дочерями. O öz qızlarıyla mağaradadır. Да, вот эта трагедия, как я уже сказал, половинчатого сердца. Bax bu yarımçıq ürəyin tragediyası budur. И нам не нужно ходить на грани ножа. Biz iti bıçağın ucunda gezməli Да, deyilik. вот мой посыл. Вот я заканчиваю уже. Bax bunu demək istəyirəm. Знаете, я слышал такой вопрос. Mən belə sual eşitdim. Пастору задавали вопрос. Pastora belə sual verdilər. Пастор, я встречаюсь с девушкой. Pastor, mən bir qızla görüşürəm. Вот насколько близки могут быть наши отношения и в то же время не согрешить. O dedi ki, bizim münasibətlərimiz nə qədər yaxın ola bilər və eyni zamanda biz günah eləməyək. Знаете, как пастор ответил? Pastor bilirsiniz nə dedi? Библия не говорит, насколько близко могут быть ваши отношения. Bibliya demir sizin münasibətləriniz nə qədər yaxın ola bilər. Но Библия говорит, насколько дальше можно убежать Və от греха. Bibliya deyir ki, biz günahdan nə qədər daha uzağa qaça bilərik. Как Иосиф убежал в доме Патифара. Yusif necə Patifarın evində qaçdı. Мы очень часто играем в этих серых зонах, где бы не согрешить. Biz çox vaxt bu boz sahələrdə harda günah eləmərik, belə Da. oynayırıq biz, oyunlar oynayırıq. Писание говорит, что не упивайся вином. Yazı deyir ki, müqəddəs yazı deyir ki, şərab içmə, daha doğrusu keflənmə. Да. Мы думаем, ну вот столько это уже можно, а вот столько это уже упиваться. Да? Вот 200 грамм это упиваться, а вот 50 грамм это не упиваться. Məsəl üçün biz deyirik ki, 50 qram bu keçər, 200 qram artıq bu çox 200 грамм уже olmaz. olmaz. Мы играем в игры, Biz oyun oynayırıq. понимаете? Вот последствия, вот туда, куда пришел Лот, в тупик. Bax, Lut belənçik gəlib dirəndi divara. Хорошо, мы не хотим ходить по тонкому льду. Biz nazik buzun üstündə gəzmək istəmirik. И теперь я просто скажу выводы, уроки для нас из этой истории. Bu hekayədən bizim üçün olan nəticələri demək istəyirəm. И я завершаю этим. Я просто буду читать. Sadəcə Это мои oxuyacağım. записи, да. Mənim yazılarımdır və Первое. birinci. Можно быть праведным перед Богом и при этом прожить слабую духовную жизнь. Allahın qabağında salih olmaq olar, amma bununla belə zəif ruhani həyat yaşamaq olar. Спасение – это дар по благодати. Xilas lütfə görə bir hədiyyədir. Но вот качество вашей жизни, как вы будете жить, это ваш выбор. Amma sizin həyatınızın keyfiyyəti sizin seçiminizdir. Второе. İkinci. Компромисс начинается не с действий. Kompromis hərəkətlərdən başlamır. Компромисс начинается с направления вашего сердца. Kompromis sizin ürəyinizin istiqamətindən başlayır. Написано, что Лот сначала посмотрел, Deyilir ki, Lut əvvəlcə baxdı, потом он приблизился, sonra yaxınlaşdı. а потом он поселился. Sonra ora məskən oldu orada. Третье. Мир никогда не станет домом для верующего. Üçüncü, dünya heç vaxt imanlılar üçün ev olmayacaq. Мир может много вещей нам дать. Dünya bizə çox şey verə bilər. Мир может дать успех. Bizə uğur verə bilər, Мир может дать какие-то позиции. hansısa vəzifələr verə bilər. Например, дьявол предлагал Иисусу Христу весь этот мир, царство предлагал. İblis məsəl üçün İsa Məsihə bütün padşahlıqları bu dünyanı verirdi. Но знайте, что это для того, чтобы потом уничтожить вас, чтобы отнять силы ваши. Amma ona görə ki, sonra sizin gücünüzü əlinizdən almaq üçün. Четвертое. Dördüncü, Отсутствие духовного авторитета – это и есть результат скрытых компромиссов. ruhani avtoritetin olmaması, yəni ruhani nüfuzun olmaması, Это результат скрытых компромиссов. bu gizli kompromislərin nəticəsidir. Когда жизнь не подтверждается словами, Nə vaxt ki, insanın həyatı sözləri ilə uyğun gəlmir, тогда ваши слова будут звучать как шутки. sizin sözləriniz o vaxt zarafat kimi gələcək Он adamlara. шутит. Zarafat eləyir. Пятое. Beşinci, Бог по милости спасает, но последствия выбора остаются. Allah mərhəmətinə görə xilas edir, amma Последствия выбора остаются. seçimimizin nəticələri qalır. Например, Бог спас Лота, Lutu məsəl üçün xilas elədi,
Но он потерял все, что имел, почти все, что имел. Onun əlində olan hər şeyi itirdi. И ему нужно было все восстанавливать. O yenidən hər şeyi И bərpa мы даже не elədi. знаем, восстановился ли он. Və biz bilmirik o axıra qədər o bərpa elədi hər şeyi. Мы знаем, что поколение, народа, которые вышли из Лота, они всю жизнь воевали с Израилем. Biz bilirik ki o xalqlar ki oradan çıxan xalqlar, onlar Lut'tan törenen halklar. Lutdan törənən xalqlar, onlar axıra qədər İsraillə vuruşurdular. И еще две остались. Шестое. 6-cı. Лучше шатер с Богом, чем дворец без Бога. Allahla birgə çadırda olmaq daha yaxşıdır, nəinki Allahsız sarayda olmaq. В шатре Авраама у Лота была перспектива вечности. İbrahimin çadırında Lutun deməli əbədiyyətə bir üstünlüyü var idi. Перспектива успешной духовной жизни. Onun daha yaxşı ruhani həyatı var idi. А в Содоме же, Содом это этот образ мира. Sodom isə dünyanın şəklidir. В Содоме была просто иллюзия успеха Лота. Orada sadəcə olaraq uğurun, nailiyyətin bir illüziyası var idi. И последнее, седьмое. Və sonuncu 7-ci Не живите на грани ножа, на lezvi ножа. bıçağın ucunda, bıçağın nə deyirlər, iti yerində gəzməyin. Потому что на этой лезвии можно очень легко соскользнуть. Çünki oradan çox tez sürüşə bilərsiniz. Дадите палец дьяволу, он откусит весь локоть. İblisə barmağınızı versəz, o biləyəcən qopardacaq. Поэтому апостол Павел говорит Римлянам 12 глава 2 стих. Ona görə də Həvari Pavel Romalılara 12:2. 12:2-də deyir: Не сообразуйтесь с веком сим, но преобразуйтесь обновлением ума вашего, чтобы вам познавать, что есть воля Божья, благая, угодная и совершенная. Düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırt edəsiniz. Romalılar 12:2. Да, давайте помолимся сейчас. Gəlin dua eləyək. Вот две системы ценностей. Bax bu iki dəyərlər sistemi.